Özünü daim yorğun hiss edirsən? Bunun səbəbi yatarkən bu səhvləri etməyindir. Sən də öyrən. Elə isə başlayaq. Kanalımıza dəstək olmaq üçün videonu bəyənib abunə olmağı unutmayın. İkinci hissənin gəlişi üçün 20 bəyəniyə ehtiyacımız var. Birinci səhv. Qeyri-sabit yuxu rejimi. İş günlərində səhər saat 6-da oyanıb, sonra həftə sonu birdən-birə günortaya qədər yatmaq xoş hiss olunur. Əslində isə bu özünüzə böyük bir zərbədir. Bədəniniz bioloji saat üzərində işləyir. Bioloji saat nə vaxt oyaq, nə vaxt yuxulu hiss etməli olduğunu tənzimləyən daxili bir saat kimi işləyir. Bu saat sabitlik tələb edir. Həftə sonları yuxu rejimini 4-5 saat dəyişdirdikdə əslində bioloji saatınızı alt-üst etmiş olursan. Tədqiqatçılar bunu sosial jetlag adlandırır və bu milyonlarla insanı yorğun salır. Həll yolu cansıxıcıdır, amma effektivdir. Həftə sonları da daxil olmaqla hər gün eyni vaxtda yatıb, eyni vaxtda oyanmağı tələb edir. Beləliklə, gecə gec yatsan belə, bədənin buna uyğunlaşacaq. Niyə yata bilmədiyini düşünərək, səhər saat 2-yə qədər oyaq uzanmaq əvəzinə, bir vaxt sonra öyrəşdiyin vaxtlarda yuxun gəlməyə başlayacaq. İlk bir neçə həftə sonu çox ağır hiss olunacaq. Uzanmaq istəyəcəksən, amma bir neçə həftəlik sabitlikdən sonra hər şey dəyişir. Əslində istirahət etmiş hiss edəcəksən. 3 dəfə zəng edən siqnallarla oyanmağı dayandıracaqsan. Bədənin məcbur qalmadan nə vaxt yatmağı, nə vaxt oyanmağı biləcək. İkinci səhv. Yatmazdan əvvəl ekran vaxtı. Yataqda telefonunla vaxt keçirirsən. Otaq qaranlıqlığını üzünün bir neçə santimetr qarşısında parlayan cihaz pozur. Beynin yuxuya getməli olduğu ilə əlaqəli heç bir əlamət yoxdur. Ekranlardan gələn mavi işıq melatoninini, bədəninizə yatma vaxtının gəldiyini bildirən hormonu məhv edir. Telefonun, planşetin, notebookun və televizorun belə işığı var. Yatmazdan əvvəl ekranlara baxdıqda beyinə kimyəvi olaraq hələ də gündüz olduğu siqnalını verirsən. Günəş hələ batmayıb deyə düşündüyü üçün bədənin yuxuya hazırlığı gecikdirir. Standart tövsiyə odur ki, yatmazdan bir saat əvvəl ekran istifadəsini dayandırmaqdır. Əksər insanlar bunu diqqət yetirmir. Ekranları tamamilə buraxmayacaqsansa, heç olmasa mavi işıq yayılmasını azaldan gecə rejimini aktiv et. Bu beynin daha tez və dərin yuxuya getməsinə kömək edir. Daha dərin problem yalnız işıq deyil, stimulyasiyadır. Sosial media, xəbərlər, ipoçlar. Bunlar yavaşlaması lazım olan vaxtda beyni aktiv saxlayır. Beyin məlumatlar axını qəbul etməkdən sonra dərhal dərin yuxuya keçmir. Bir keçid mərhələsinə ehtiyac var. Bunun əvəzinə çap olunmuş kitab oxumağa çalışın. Bəlkə cansıxıcıdır, amma effektivdir. Əcdadlarının Instagram fəallıqları ilə bağlı narahatlıqdan yuxusuzluğu yox idi. Üçüncü səhv. İsti otaqda yatmaq. Yuxuya getmək üçün bədənin öz temperaturunu aşağı salması lazımdır. Bu dəyişməz bir biologiyadır. Yataq otağın çox isti olanda yuxunu mümkün edən mexanizmin əleyhinə gedirsin. Əksər insanlar üçün ideal yataq otağı temperaturu 18 ilə 20 dərəcə arasındadır. Bu, əksər insanların evlərini saxladığından daha sərindir. Əvvəlcə narahat hiss oluna bilər, amma yuxu keyfiyyətin əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Çox isti yatdırda nə baş verir? Bədənin temperaturu lazımi qaydada tənzimləyə bilmədiyindən bir o yana, bir bu yana çevrilirsin. Daha tez-tez oyanırsan. Səni əslində bərpa edən mərhələlər olan dərin yuxuda və REM yuxusunda daha az vaxt keçirirsən. 8 saat yata bilərsən və keyfiyyət pis olduğu üçün yenə də yorğun oyanarsan. Həll yolu sadədir. Gecə otağın temperaturunu aşağı sal. Yatağı biri ilə paylaşırsansa və o adam üşüyürsə, nəfəs alan yataq ləvazimatı istifadə et. Otaq temperaturu ilə güzəştə getmək əvəzinə ayrı yorğanlar al. İsti yorğanlı sərin otaq ən ideal quraşdırmadır. Bədənin bir ayağı çölə çıxararaq və ya yorğanı yaxınlaşdıraraq tənzimləyə bilər. İsti otaq isə sənə heç bir seçim imkanı qoymur. Dördüncü səhv. Gec vaxta qədər kafein. O gün ortadan sonraki qəhvə zəruri hiss olunur. Saat 2-yə qədər halsızlaşırsan, ona görə başqa bir fincan götürürsən. 8 saat sonra isə niyə yuxunun gəlmədiyini düşünərək tavana baxırsan. Kafeinin əksər insanlarda yarılanma dövrü 5-6 saatdır. Yəni saat 4-də bir fincan qəhvə içsən, saat 10-da sistemindəki kafeinin yarısı hələ də orada olur. Saat 4-də isə 4-də biri qalır. Nəhayət yuxuya gedə bilərsən, amma kafein oyaq hiss etməsən belə yuxu keyfiyyətini pozur. Dərin yuxu zərər çəkir. Kifayət qədər saat yatsan da yorğun oyanırsan. Ümumi qayda kafeini günün əvvəlindən kəsməkdir. Əksər insanlar üçün ideal vaxt günortadır, ən gecə saat 2. Bura bütün mənbələr daxildir: qəhvə, çay, enerji içkiləri, idman əvvəli əlavələr, hətta çoxlu miqdarda şokolad. Əgər işləmək üçün günortadan sonra kafeindən asılısansa, bu artıq yuxunun pozulduğunun işarəsidir. Bir dövrün içindəsən. Pis yuxu kafeini, kafein daha pis yuxunu, daha pis yuxu isə daha çox kafein tələb edir. Bu dövrü qırmaq təxminən bir həftə ağır hiss olunur. Sonra isə günortadan sonraki dozaya ehtiyac qalmır. Çünki əslində istirahət etmiş olursan. 5-ci səhv. Yatmazdan əvvəl yemək yemək. Saat 9-da ağır şam yeməyi yeyirsən, sonra saat 10-da yatmağa çalışırsan. Bədənin bir seçim qarşısındadır. Həzm et ya da yat. Hər ikisini eyni vaxtda yaxşı edə bilməz. Həzm aktiv bir prosesdir.
Bədənin qidanı parçalamaq üçün resurslarını ora yönəldir, istilik istehsal edir və söndürülməli olan sistemləri işlək saxlayır. Yatmazdan əvvəl yemək, xüsusilə ağır və ya ədviyyatlı yeməklər, demək olar ki, yuxunu mütləq pozur. Tam oyaq olmaya bilərsən, amma yuxu mərhələlərindən lazımi qaydada keçə bilməzsən. İdeal kəsim vaxtı yatmazdan 2-3 saat əvvəldir. Bu, bədənə yuxu başlamazdan əvvəl həzmin əsas hissəsini başa çatdırmaq üçün vaxt verir. Əgər həqiqətən açsan, kiçik bir qəlyanaltı olar, amma dolu yemək yuxunu alt-üst edir. Turşuluq problemi daha da ağırlaşdırır. Dolu mədə ilə uzanmaq turşunu qida borusuna doğru itələyir. Ürək yanması ilə oyana bilərsən, ya da səbəbini bilmədən yuxun parça-parça ola bilər. Əgər məcburiyyətdən gec yeyirsənsə, yüngül saxla. Həzmi ən uzun çəkən ağır zülal və yağlardan çəkin. Heç vaxt dolu qarına yatma. Bədənin yuxudan əvvəl yeməyi önə çəkəcək və bunun hesabını sabah ödəyəcəksən. 6-cı səhv. Siqnalı söndürüb yenidən yatmaq. Siqnal çalır, sən söndürürsən. 9 dəqiqə sonra yenə çalır, yenə söndürürsən. Bu məcbur qalana qədər təkrarlanır və ilk dəfədə durmuş olsaydın, özünü daha yaxşı hiss edərdin. Bu 9 dəqiqəlik aralar ciddi zərər verir. Siqnaldan sonra yenidən yuxuya getdikdə heç vaxt tamamlaya bilməyəcəyin yeni bir yuxu dövrü başladırsan. Yüngül yuxuya girsən, bəlkə dərinləşməyə başlayırsan, sonra yenidən qoparılırsan. Bu yuxu quruluşunu parçalayır və sadəcə az yatmaqdan daha çox sərxoş hiss etdirir. Siqnalı söndürüb yenidən yatdıqdan sonra hiss etdiyin bu ağırlığın bir adı var. Yuxu inersiyası. Bu yuxu dövrünün ortasından qoparılmanın yaratdığı dumandır. Siqnalı dəfələrlə söndürmək yuxu inersiyasını maksimuma çatdırır. Günə ən pis başlanğıcı özün üçün hazırlayırsan. Həll yolu budur. Siqnalı həqiqətən oyanmalı olduğun vaxt qur və dərhal dur. Heç bir danışıq olmur. Ayaqlar yerə. Əgər motivasiyaya ehtiyacın varsa, siqnalı otağın o biri tərəfinə qoy ki, onu söndürmək üçün fiziki olaraq qalxmaq məcburiyyətində qalasan. Əvvəlcə ağır hiss olunur, sonra bədənin uyğunlaşır. Səhərlər daha az ağrılı olur, çünki özünü dəfələrlə zorla oyatmırsan. 7-ci səhv. Alkoqolu yuxu vasitəsi kimi istifadə etmək. Yatmazdan əvvəl içki rahatladır, daha tez yuxuya gedirsən. Bu, alkoqolun yuxuya kömək etdiyinin sübutu kimi görünür. Amma bu yanıltıcıdır. Alkoqol bir sedativdir. Həqiqətən daha tez yuxuya getməyə kömək edir. Amma sedativ olmaq, yuxu olmaqla eyni deyil. Alkoqol sistemindəykən yuxu quruluşun dağılır. Yaddaş və emosional işləmək üçün kritik olan REM yuxusu bastırılır. Yadında qalmasa da daha tez-tez oyanırsan. Bədənin alkoqola emal etdikcə, gecənin ikinci yarısında dərin yuxu zərər çəkir. 8 saat yatıb, 4 saat yatmış kimi hiss edə bilərsən. Çünki əslində elə olub. Huşsuz keçirilən vaxt keyfiyyətli yuxu deyildi. Yuxu üçün alkoqola nə qədər çox güvənsən, vəziyyət bir o qədər pisləşir. Bədənin uyğunlaşır və eyni effekt üçün daha çox tələb edir. Yuxu pozulması isə artır. İçirsənsə, yatmazdan ən azı 3 saat əvvəl dayandır ki, bədənin alkoqolu emal etməyə vaxtı olsun. Ən yaxşısı isə alkoqolu yuxu vasitəsi kimi heç istifadə etməməkdir. Şam yeməyi ilə bir stəkan içmək, yuxuya kömək üçün içməkdən fərqlidir. Biri sosialdır, digəri isə özünü müalicədir. 8-ci səhv. Gec vaxtda idman etmək. İdman yuxu üçün əladır, amma yanlış vaxtda etdikdə stimulyatora çevrilir və sakinləşməli olduğun vaxt səni oyaq saxlayır. Fiziki fəaliyyət kortizol və adrenalin səviyyəsini artırır, səni ayıq edən hormonlar. Bəziləri həqiqətən gec idman edib yaxşı yata bilir. Amma yuxu probleminiz varsa və axşamlar məşq edirsənsə, məşqi daha erkən vaxta keçirməyə çalış. Test etmək ən asan dəyişənlərdən biridir. Yuxu üçün ən yaxşı idman həqiqətən edəcəyin idmandır. Amma vaxt önəmlidir. Bədənə performans rejimindən istirahət rejiminə keçmək üçün vaxt ver. Buraya dək izlədinizsə, videonu bəyənin. 20 like olsa